Azərbaycanın tarixi mədəni irsini, şəhərlərini və nadir fauna növlərini əks etdirən qızıl və gümüş sikkələr ilk dəfə beynəlxalq pul sərgisində nümayiş olunub. Almaniyanın paytaxtı Berlində keçirilən və hər il 50-dən çox ölkədən təxminən 300 iştirakçının qatıldığı sərgidə ölkəmizi Azərgold təmsil edib. Ətraflı ATV-nin Avropa bürosunun hazırladığı sujetdə. Berlində daha bir maraqlı samballı sərgi, beynəlxalq pul sərgisi. Bizim üçün özəlliyi də ondan ibarətdir ki, ilk dəfə olaraq burada Azərbaycan da təmsil olunur. Elə ilk dəfəsində də Azərgoldun hazırladığı məhsullar diqqəti cəlb eləməkdədir. 1972-ci ildən bəri hər il keçirilən sərgidə Azərbaycan stendinə marağın səbəbi necə deyərlər, köhnə bazara gətirilən rəngarənglik, çeşid fərqliliyi idi. Təmsilçilərimiz də stendə gələnləri bu istiqamətdə lazımi informasiya ilə təmin edirdilər. Müxtəlif dizaynlarla hazırlanmış Azərbaycanın tarixini, mədəni irsini, eyni zamanda şəhərlərini əks etdirən sikkələrə maraq kifayət qədər böyükdür. Xüsusilə bir şey demək istərdim ki, bizim ötən ilin sonlarında istehsal elədiyimiz və numizmatika tarixində yeni inqilabi texnologiya olan Smart Minting texnologiyası əsasında ərsəyə gətirdiyimiz Azərbaycanın qırmızı kitabına düşən nadir fauna növlərinə həsr olunmuş monetalara, sikkələrə maraq xüsusilə kifayət qədər böyükdür. İlk iştirakçı olaraq Azərbaycan sərgidə təkcə özünün hazır məhsullarını təqdim eləməklə kifayətlənmirdi. Həm də müxtəlif görüşlərdə numizmatika sahəsinin nümayəndələri ilə işgüzar əlaqələrin qurulması, mümkün işbirliyi müzakirə edilirdi. Stendimizə yaxınlaşan ziyarətçilərə isə hazır məhsulları göstərmək və onlar haqqında danışmaqla bərabər, həm də ölkəmiz, onun coğrafi mövqeyi, təbii sərvətləri, həmin sərvətlərin təbiətə ziyan vurmamaqla planlı istismarı barədə də məlumat verilirdi. CIT heißt, glaube ich, die Firma aus der Schweiz. Yüksək relyefli sikkələr həqiqətən çox keyfiyyətlidir. Nəsil təhlükə altında olan heyvanlara diqqət çəkmək baxımından çox uğurlu yanaşmadır. Tarixi qızıl sikkələr də xüsusi maraq doğurur. Qablaşdırma və dizayn da çox peşəkar səviyyədə hazırlanır. Bin die Begleitung. Ich sammle keine Münzen, aber özüm sikkə toplamasam da illər ərzində bu mövzunun arxasında nələrin dayandığını bilirəm. Bu sahənin nə qədər böyük miqyasda olduğunu, nə qədər müxtəlif amilləri əhatə etdiyini görmək həqiqətən maraqlıdır. Sizin məhsullarınız da diqqəti dərhal cəlb edir. Ümumilikdə Berlin pul sərgisi həm də bir nüfuz, sambal nümayişidir. Sərgi müxtəlif ölkələrdən çoxlu sayda dil irləri, zərbxanaların, mərkəzi bankların təmsilçilərini, mütəxəssisləri, kolleksiyacıları bir araya gətirir. Bütün bunlar da sərginin numizmatika sahəsində böyük, çox funksiyalı beynəlxalq bir tədbir kimi tanıdır. Şahin Abbasov, ATV-nin Avropa bürosu, Berlin, Almaniya.